Bəzən insan unudur əziz qardaşlar. Bəzən insan ölümü unudur. Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına bir kişi gəlir, soruşur ki, ən ağıllı insan kimdir? Aqil insan. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, ölümü xatırlayan və özü üçün hazırlıq görən. Ölümü xatırlayıb, onun üçün hazırlıq görən. Ona görə aqil insan, ağıl sahibi olan insan daim xatırlamalıdır ölümü və ölümdən sonraki həyatı. Peyğəmbər sallallahu aleyhi və səlləm də ümmətini nəyə irşad etdi? Ölüm gəlməmişdən öncə sənə verilən həyatın qədrini, qiymətini bil. Bəli, əziz qardaşlar. Biz bugün bizə verilən ömrün qədrini, qiymətini bilməliyik. Bu ömürdən səmərəli istifadə etməliyik. Əgər biz səmərəli istifadə etməsək, sabah yaşadığımız ömür bizim əleyhimizə olacaq. Çünki insan yaşadığı ömür, yaşadığı həyat, etdiyi əməllər ya onun lehinə olacaq, ya onun əleyhinə olacaq. İnsan özü qazanır. Etdiyi hər bir şey onun ya lehinə olacaq, ya əleyhinə olacaq. Allah o gündən qorusun ki, bizim əleyhimizə olsun. İnsan ona verildən ömürdən soruşulacaq. Fīmə əfnəhu. Ömrünü necə keçirdi? Harada keçirdi? Ömrünü nəyə sərf etdi?